Məsələ 3. Kök altı 2023 üstə gəl kök altı 2025 və 2 vur kök altı 2024 ədədlərindən hansı böyükdür? Həlli. Aydındır ki, kök altı n plus 1 çıxaq kök altı n bərabərdir. Bu ifadənin qoşmasına vurub bölürəm. Kök altı n plus 1 üstə gəl kök altı n olur məxrəcdə. Surətdə kök altı n plus 1 çıxaq kök altı n vuraq kök altı n plus 1 vurulsun üstə gəl kök altı n. Və açsaq bu ifadə bizə verəcək. A minus B vuraq A plus B bərabər A kvadrat minus B kvadrat düsturuna görə n plus 1 çıxaq n. Burada isə kök altı n plus 1 üstə gəl kök altı n. N'lər islah oldu. Aldıq 1 bölək kök altı n plus 1 üstə gəl kök altı n. Bu da aydındır ki, kiçikdir yazmaq olar. Kiçik yazmaq olar. Məxrəc surət eynidir. Məxrəci kiçildirəm. Olur 1 bölək kök altı n çıxaq kök altı üstə gəl kök altı n minus 1. Surət eynidir. Məxrəc kiçiləndə böyüyür. Deməli ona görə bu böyükdür. Və bunu da qoşmasına vursaq, alıram bu qaydaya əsasən, burada yazdığımız qaydaya əsasən kök altı n çıxaq kök altı n minus 1. Bax, bu qayda əsasında alırıq. Onda əvvəllə axırı birləşdirsək, alıram kök altı n plus 1 çıxaq kök altı n kiçikdir. Kök altı n çıxaq kök altı n minus 1. Və biz tətbiq eləyək öz misalımıza. Kök altında 2025 üstə gəl çıxaq kök altı 2024 kiçik olacaq. Kök altı 2024 çıxaq kök altı 2023. Və buradan alırıq. 2023'ü keçirdirəm sol tərəfə olur. Kök altı 2025 üstə gəl kök altı 2023 kiçikdir. 2024 kök altı var. Biri də buradan gəldi sağ tərəfə plus oldu. 2 dənə kök altı 2024. Beləliklə verilən irrasional ədədlərdən 2 vuraq kök altı 2024 böyükdür. Yəni kök altı 2025 üstə gəl kök altı 2023'dən.